Salam dəyərli abituriyentlər, mən İFSA Akademinin fizika müəllimi Nərgiz Abduxalqova. Keçən dəfə 4-cü qrup üzrə 20 variant sınaqlarına baxmışdıq. Bu dəfə 1-ci qrupun 1-ci sınağına baxırıq. Bu şəkildə 1-4-1-1-ci qrup şəklində davam edəcəyik. Deməli, birinci sualımızdan başlayacaq vaxt itirmədən. Sükunət vəziyyətindən hərəkətə başlayan velosipedçi düz xəttə bərabər yeyinləşən hərəkət edərək 120 metr məsafə qət edir. Sərf olunan zamanın ikinci yarısına gedilən yolu hesablayın. Deməli, burada n-ci saniyəni görə bilirəm də. Ona görə n-ci saniyənin düsturunu yazım. N-ci saniyədə gedilən yolun daha doğrusu düsturunu yazım. Sn bərabərdir. A bölünsün 2 vurulsun 2n minus 1. Yazılar səliqəli salına bilər. Qələm olmadığına görə əlimlə yazıram, ona görədir. Bacardığım qədər səliqəli yazmağa çalışıram. İndi bax, ikinci saniyədə deyir də. Deməli, t bərabərdir. Bir dəfə 1-i tapım. Bir dəfə də t bərabərdir. 2-ni tapım. T bərabərdir 1 yazanda S1 bərabərdir. 2-nin yerinə, daha doğrusu 2 vurulsun, n-in yerinə 1 qoyanda bu A bölünsün 2 alınır. T bərabərdir 2-də də S2 bərabərdir 3A bölünsün 2 alınır. İndi bizə deyir ki, ümumi 120 metr məsafə qət edib. Yəni, S1 ilə S2-nin cəmi 120 metrdir. S1 A bölünsün 2-dir, S2 3A bölünsün 2-dir. Bunların cəmi bizə deyir 120-dir. İndi buradan 4A bölünsün 2 bərabərdir 120 tapıram. Buradan da deməli, A-nı 60 tapıram, düzdür. Bəli, A-nı 60 tapıram. Tapdığım 60-ı indi bizə deyir ki, ikinci yarısına gedilən yolu tap. Ona görə ikinci yolun üstünü yerinə qoyuram. 3 vurulsun 60 bölünsün 2 yazıram. Bu ilə bu getdi. Burada qaldı 30, cavab 90 metr edir. Əgər birinci yarısına gedilən sorsaydı, bax burada yerinə qoymalıydım. Cavabı 30 alırdım. Birinci sualımız bu şəkildə. İkinci sual. Spidometrin göstərişinə əsasən sürətini müəyyən edin. Deməli, birinci bir bölgünün qiymətini tapaq. Bunun üçün neyini yerdik? 2 ən yaxın məsafəni götürürdük. Məsələn, 60-dan 40-ı götürürəm. 60-dan 40-ı çıxırdım, aralarındakı bölgü sayını bölürdüm. Burada hal-hazırda neçə dənədir? 1, 2, 3, 4, 5 dənə. 5 dənə, 1, 2, 3, 1, 2, 3, yox, 4 dənəymiş. Bölünsün 4 yazıram, bərabərdir. 20 bölünsün 4-dən 5 alıram. Deməli, 5 aldım. Deməli, bax, bir bölgünün qiyməti 60 imiş. Bir bölgünün qiyməti 5 imiş. Deməli, 60-dan sonraki birinci bölgü 65, ondan sonra da 70. Deməli, bura 70-i göstərir. Deməli, C, Y, bir də B variantları getdi. İndi plus minus 5 yoxsa plus minus 2, onda 5 olmasını xətaya görə bilə bilirəm. Xəta da nə idi? Elə bir bölgünün yarısıydı da. Bir bölgü 5-dirsə, yarısı 2,5 eləyir. Deməli, plus minus 2,5 ola bilər. Bu da xətanın payıdır. Üçüncü sual. Cisim düz xətt üzrə A nöqtəsindən B-yə, sonra isə yarım çevrə üzrə hərəkət edərək C nöqtəsinə gəlib, bütün yola 50 saniyə vaxt sərf edilərsə, cismin yola və yer dəyişməyə görə orta sürətini hesablayın. Deməli, birinci yola görə hesablayaq. Deməli, V orta, buradan yazım biraz. V orta bərabərdir. Yola görə hesablayıramsa, S yol bölünsün T yazmalıyam. Bərabərdir. İndi S yola baxaq. Yol ümumiyyətlə nədir? Trayektoriyanın uzunluğu. Yəni, cisim hansı xətti cızıb? Bax, onun uzunluğudur. Hələ ki, A-dan B-yə 300 metrimiz var. A-dan B-yə 300 var. Buraya yazdım. 300. Üstə gəl. Bir də burada bax, B-dən C-yə qədər gəlib də, düzdür. Bu da yarım çevrədə. Normal bütün çevrəni getsəydi, 2 pi-r qədər gedərdi. Yarısını gedib deyə pi-r qədər getməlidir. Ona görə üstə gəl pi-r yazıram. Üstə gəl pi-r. Bölünsün T. Bərabərdir. 300 üstə gəl pi-ni 3 verib, R də 50 metrdir. Bunu 150 şəklində birbaşa yazdım. Bölünsün T. Bizə deyir 50 saniyə vaxt sərf olunub. Ona görə 50-ni yazdım. Bərabərdir. 450-ni 50-yə böldüm. 9. Deməli, V1-imiz 9'uymuş. Yola görə bax, V1 9'uymuş. Getdi, bu da getdi. Bir də yer dəyişməyə görə baxaq. Yer dəyişmə nədir? Cismin başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Yəni, hal-hazırda çəkdiyim xətt. Buna görə tapanda V orta bərabərdir.
S yer dəyişmə bölünsün T şəklində yazmalıyam. O da bərabərdir. Ümumi yer dəyişməsi nə qədərdir? Bax, 300 buradan var. Bura qədər 50 idi, bura qədər də 50-dir. Radiusu 50 veribdir ona görə. 50 ilə 50-nin 100 bölünsün 50. O da bərabərdir. 450-yə bölünəm 8. Deməli, 9, 8 olmalıdır. Cavabımız D variantı olmalıdır. Sonra 4-cü sual. İki cisim T bərabər sıfırlanında qarşı-qarşıya düz xətt bərabər sürətlə hərəkətə başlayır. Görüşünə qədər birinci cisim nə qədər yol gedər? Görüşünə qədər birinci cisim nə qədər yol gedər? Bax, yolu soruşur, sürəti bilirəm. Deməli, zamanı tapmalıyam ki, S bərabər VT düsturunda yerinə qoya bilim. İndi buradan zamanı nə cür taparam? Bunlar qarşı-qarşıya hərəkət edirlər. Aradakı məsafəni də bilirəm. Elə oradan taparım. Və T'nin düsturu nədir? S bölünsün V. Bərabərdir. S, bax, buradan bura qədər olan məsafədir aralarındakı. Onu 1200 verib. 1200 bölünsün V. Və bunlar qarşı-qarşıya hərəkət edirlər deyə yekun V-ni tapanda toplamalıyıq, düzdür? Yadınızdadır, ən birinci dərsimizdə demişdik ki, əgər iki cisim qarşı-qarşıya gəlirsə, onların sürətlərini, bir-birinin nəzərən sürətlərini tapmaq üçün toplamalıyıq. Bunun üçün nəyi misal göstərmişdik? Məsələn, maşınlar qarşı-qarşıya gələndə, toqquşanda daha doğrusu, o şəkildə avtomobil qəzası baş verəndə daha çox xəsarət alır. Amma bir maşın qabaqdan gedib arxadan biri ona toqquşursa, o şəkildə qəza baş verirsə, daha az xəsarət alır. Gündəlik həyatda bu şəkildə görə bilirik. Deməli, bu şəkildə V1 ilə V2-ni toplayıram, 30 alıram. Buradan T-ni tapdım 40 saniyə, bərabərdir 40. İndi birinci cismin nə qədər yol getdiyini soruşurdu, bərabərdir VT yazaram. Birinci cisim sürəti 10-dur, getdiyi 40 saniyədir. Səhv elədim. 1200-ü 30-a böldüm. Elədi 40. Sonra S bərabərdir V vurulsun T'dir. V1 10-dur. T'yə də vuranda 400. 400. Cavab C variantı belə. 5. Başlanğıc anda eyni nöqtədə olan 1 və 2 cisimlərinin sürət zaman qrafikləri verilmişdir. Bir cisminin dayandığı anda cisimlər arasındakı məsafəni hesablayın. Bir cisminin dayandığı anda. Baxaq, birinci cismi harada dayanıb? Yəni, sürəti 0 olub. Bax, 15-ci saniyədə. Yəni, o nöqtədə bizdəki aralarındakı məsafəni daha doğrusu soruşurdu. Bu çox rahatdır. Aradakı məsafəni soruşursa, S-i soruşur da. S-i VT qrafikində tapanda həmişə elədiyimiz şey nə idi? Sahəni tapmaq idi. İndi bax, birinci cismin sahəsini tapa bilərəm. Daha doğrusu, birinci cismin getdiyi qrafiki, yola görə, sürətə görə qrafikin. Deməli, birinci fiqurun sahəsini tapa bilərəm. Birinci fiqur ümumiyyətlə, bax, budur da, düzdür. Onu ümumi tapa bilməyəcəyimə görə hissələrə bölüb tapa bilərəm. Bax, birinci aşağıdakı bu fiqurun sahəsini taparam, sonra da yuxarıdakı bu üçbucağın sahəsini taparam. Deməli, S1 yazıram, bərabərdir. Üçbucağın sahəsini tapsam nədir? 2-də 1 vurulsun, tərəf-tərəfə çəkilmiş hündürlüyün yarısıdır. Vurulsun, tərəfimiz, baxım, nədir? Tərəfimiz 10-dur. Buradan görürəm ki, oturacağımız 10-dur. Yazdım 10. Vurulsun, hündürlüyümüz, baxım ki, nədir? Hündürlükdə, bax, 20-dən 10-a qədərdir, yenə 10-dur. 10. Bərabərdir, 100 bölünsün 2-dən, bunu 50 tapıram. 50. Digərini də, digər sahəni də bunun üstünə gəlirəm. Digər sahəmiz nədir? Bura S1 yazmayım, ən yaxşısı. Hələ ki, bu şəkildə yazım. Digəri də trapeziyanın sahəsidir. Yenə oturacaqlar arasının yarısı bölünsün hündürlük. Oturacağın biri 15-dir. Digəri 10-dur. Bölünsün 2 vurulsun. Hündürlüyümüz yenə 10-dur. Vurulsun 10. Bərabərdir. 15 ilə 10-u topla 25. 25-i də 250-ni də 2-yə böləndə 125 eləməlidir, səhv eləmirəmsə. Bu da elədir 125. İndi bu ikisini toplayanda S1-i tapıram 175. Bir dənə rəngi dəyişim, digərini göstərim. İndi ikincinin sahəsini tapırıq. Bax, ikinci fiqur buradan bura qədər gəldi, düzdür. Bax, bu yaşılladığım hissə. İkincinin də sahəsi sadəcə düz bucaqların sahəsidir. N vurulsun uzunluğu, yəni 15 vurulsun 10-dan 150 tapıram.
İndi deyək ki, cisimlər arasındakı məsafəni hesablayın. Bunların hər ikisi birinci rübdədir. Ona görə hər ikisi x oxu istiqamətindədir deyə bilərəm. Hər ikisi x oxu istiqamətindədirsə, yəni eyni istiqamətdə gedirlərsə, aralarındakı məsafəni tapmaq üçün çıxmalıyam. 175-dən də 150-ni çıxaram, 25 alaram. Belə fikirləşin ki, məsələn, siz yol gedirsiniz, sinif yoldaşınız sizdən qabaqda gedir. Aranızdakı məsafəni, amma eyni istiqamətə gedirsiniz. Məsələn, hər ikiniz məktəbə doğru gedirsiniz. Aranızdakı məsafəni tapmaq üçün nə edirsiniz? Onun olduğu koordinatdan sizin olduğunuz koordinatı çıxarsınız. Beləcə taparsınız. Keçdim 6-cı sual. X oxu boyunca hərəkət edən cisimlər üçün uyğun vəhdləri müəyyən edin. Eylə Venn diaqramında. 1. Bərabər sürətlə hərəkət edir. Ən çox qarışdırılan suallardan biridir. Əgər S-in T-dən asılığı parabola ya da belə kökaltı qrafiklərdən biridirsə, bu o deməkdir ki, bu təcilli hərəkətin növüdür. Təcilli. Özü təcilli hərəkətin hansı növüdür? Paraboladırsa, yeyinləşən növüdür. Əgər kökaltı funksiyaya oxşardısa, yəni başında dönməsi varsa, yavaşayandır. Amma S-in T-dən asılığı düz xətdirsə, bu V-nin konstant olduğu, yəni bərabər sürətli hərəkətdir. S bərabərdir V vur T-yə görə. Və V sabitdir, S T-dən düz mütənasib asılıdır. Keçdik. 1. Bərabər sürətlə hərəkət edir. İkinci qrafik. Bərabər yeyinləşən hərəkət edir. Bura. Koordinatı zamandan xətti asılıdır. Koordinatın zamandan xətti asılı olması üçün bu düz xətli bərabər sürətli hərəkətdə olmalıdır. Belə və ya belə fərq eləmir. Düz xətli bərabər sürətli hərəkətdə olmalıdır. Çünki bərabər təcilli hərəkətdə X-in T-dən asılığı ya parabolanın qollarıdır, ya da bayaq dediyim kimi bu şəkildədir. Belə. Burada yazım. X-in T-dən asılığı. Deməli, koordinat zamandan xətti asılıdır 3 yazdıq. Sürəti zamandan xətti asılıdır. Bu yeyinləşən hərəkətdədir. Yeyinləşən hərəkətdə həqiqətən də bu şəkildə olanda deyirdik. Yeyinləşəndə bax, qrafiki bu şəkildə görəndə yeyinləşəndə deyirdik. 4-ü də yazın bura. X oxunun əks istiqamətində hərəkət edir. Bu hər ikisinə aiddir. Nəyə görə? Çünki bax, S oxu yuxarı qalxır, qrafik aşağıya doğrudur. S oxu yuxarı qalxır, qrafik aşağıya doğrudur. Ona görə hər ikisi X oxunun əks istiqamətində hərəkət edir. Cavab 2, 4, 1, 3, 5. Y variantı. 7. Hansı ifadələr doğrudur? Verilmiş radius çevrə üzrə verilmiş radius idisə, bu nə deməkdir? R-in konstant olması. Yazıram. R bərabər konstant. Bərabər sürətlə dövr edən maddi nöqtənin mərkəzi qaçma təcili xətti sürəti ilə düz mütənasibdir. Birinciyə baxıram. Xətti sürəti ilə deyir düz mütənasibdir. Mərkəzi qaçma təcili V kvadrat bölünsün R-dir. Bax, R sabitdir. Xətti sürətlə düz mütənasib deyil. Kvadratik asılıdır. 1 isə dövrətmə periodunun kvadratı ilə tərs mütənasibdir. Dövrətmə periodu ilə əlaqəli düsturu omega kvadratı R-dən bu şəkildə yazırdıq da. 4 pi kvadratı bölünsün T kvadratı vurulsun R. Buradan görürəm ki, A T-nin kvadratı ilə tərs mütənasibdir həqiqətən də. Deməli, 2 düzdür. Deməli, cavabımızdakı 1-ləri silirik. 2-də olmalısa cavab elə B qalır. Digərlərinə də baxaq. Dövrətmə tezliyinin kvadratı ilə tərs mütənasibdir. 3. Birincisi, daha qısa bir yol olsun deyə bu şəkildə fikirləşə bilərsiniz ki, dövrətmə periodu ilə dövrətmə periodunun kvadratı ilə tərs mütənasib asılı olub da, onda tezliyin kvadratı ilə nətər tərs mütənasib asılı ola bilər ki, axı tezliklə period bir-birinin tam tərsi idi də, ya da elə düsturu yazıb bu şəkildə də tapa bilərsiniz. 4pi kvadrat, nü kvadrat, R. Və gördünüz, A nünün kvadratı ilə düz mütənasib asılıdır, tərs yox. Ona görə bu da səhvdir. 4 bucaq sürətinin kvadratı ilə mütənasibdir. Bəli, həqiqətən də A bərabərdir omega kvadratı R düsturunda. Bax, A omeganın kvadratı ilə düz mütənasibdir. Ona görə bu da düzgün cavabdır. Cavab B variantı. 8. Maddi nöqtənin bucaq sürətini hesablayın. Bunu 2 üsulla həll edə bilərik. Rahat üsulu budur. Omeganın düsturu nədir? Fi bölünsün T bərabərdir. Bizə deyir A-dan B-yə 0.5 saniyə çatır. T-nin yerinə 0.5 yazıram. Fi-nin yerinə sadəcə 120 yaza bilmərəm. Fi-ni həmişə dərəcə ilə yox, radian ilə ifadə edirik. Onu bu şəkildə ifadə edirik ki, 120 dərəcə bilmirəm nə qədərdir. Fi radiandır. Amma 180 dərəcənin neçə radian olduğunu bilirəm. Pi radiandır. Və salam, buradan fi-ni tapsam bərabərdir. Pi-ni də 3 verib də möhtərizədə. 3 vurulsun, 120 bölünsün, 180 yaza bilərəm. Bu ilə bu getdi. 6-ya bölsəm 2, 6-ya bölsəm 3.
3 ilə də 3 getdi. Cavabı 2 radian alıram. Gətirib fiilin də yerinə 2 qoyanda 20 bölünsün 5-dən 4 alıram. Cavab Y variantı. 9-cu suala baxsaq, cisimlərin kütlələrinin nisbətini istəyir. Eyni qüvvələr dediyinə görə, deməli, kütlələrin nisbəti M1-in M2-yə nisbəti A2-nin A1-ə nisbətinə bərabərdir. İndi A2 ilə A1-i tapım ayrı-ayrı. A2 bərabərdir V minus V0 bölünsün T-dir də, düzdür. Deməli, V-si 4-dür. Çıxılsın V0 0 bölünsün T 4 bərabərdir 1 alıram. A1-ə baxsam, A1 bərabərdir V-si 8 minus 16 bölünsün 4. Buradan 8 bölü 4-dən 2 alarım. Deməli, A2-nin yerinə 1 yazanda, A1-in də yerinə 2 yazanda cavabı 2-də 1 alırıq. Üfüqi müstəvidə təsir ilə hər şeydə də cismə təsir edən reaksiya qüvvəsini hesablayın. Bu şəkildə bir qüvvə görən kimi onu toplananlarına ayırın. Biri bu düzdür. Və bu F sinus alfa olur həmişə Y toplananı. X toplananda F kosinus alfa olur. Aşağı mc dartır, yuxarıya da dayanan reaksiya qüvvəsi n təsir edir. Məsələn, buradan hər şeyi yerinə qoyub hesablaya bilirəm. Hardan? Bax, yuxarı qüvvələrin cəmi aşağıya bərabər olmalıdır. Yəni, F sinus alfa üstəgəl n bərabərdir mc olmalıdır. İndi F 100'dür, sinus alfa 0.8'dir. Vururam 80 üstəgəl n bərabərdir. N 40'dır, ona da vururam 400. N bərabərdir 320 Newton alıram buradan. Cavab D variantı. Sıxılmış və sapla bağlanmış yayı birləşdirilmişdir. Sapı kəsdikdə arabacıqlara təsir edən qüvvələr və aldıqları təcirlər arasında hansı münasibət doğru olar? Bu şəkildə cisimlər bir-birinə bağlanıbsa, deməli qüvvələr bərabərdir. F1 bərabərdir, F2'dir. Hələ ki F-ləri yazdıq. Bizdən A-ları istəyir. F1 F2'yə bərabərdirsə, F1'in yerinə M1A1, çünki F MA-ya bərabərdir də. F2'nin yerinə də M2A2 yaza bilərəm. M1 3'dür, A1 bərabərdir, M2 1'dir, A2'ni də yazdım. Buradan görürəm ki, A2 bərabərdir, 3A1 olmalıdır. Deməli, A2 bərabərdir, 3A1, F1 də F2'yə bərabərdir. Cavab Y variantı olur. 12. Üzgücü çayın bir sahilindən K nöqtəsindən digər sahilinin M nöqtəsinə 6 saniyə üzdür. Sürətlər verilib, eyləm məsafəsi verilib, çayın enini hesablayan deyir. Bunun toplananlarını ayıraq. Yenə bayaqki qaydada. Belə bir şey görən kimi toplananlarını ayıraq. Bu Y toplananı, bu da X toplananı. İndi bizə eyləm məsafəsi verilib də, düzdür. Eyləm nədir? Üfüqi bir məsafətdə. Deməli, mən SLM bərabərdir. Normalda V vurulsun T yazmalıydım. İndi görürəm ki, üfüqi olan 2 dənə sürət var. Bunlar da əks istiqamətdə deyə mən yekun V-ni tapanda çıxmalıyam da. Eyni istiqamətdə olsaydı toplayardım. Vx çıxılsın V1 vurulsun T yazıram. Yazıram 12 bərabərdir. Vx minus V1'i verib 2 vurulsun T 6 saniyə. Bu ilə bu getdi 2, Vx-i buradan 4 tapdım. İndi Vx 4'dür, V2 5'dir. Buradan Vy tapanda artıq rahatdır da, bunu da 3 olaraq tapa bilərəm. Çünki 3, 4, 5 olur da. 3'ün kvadratı üstəgəl 4'ün kvadratı 5'in kvadratına bərabər olur. İndi bizdən eyləm məsafəsini, daha doğrusu K məsafəsini istəyir də, çayın enini istəyir. Onu da tapanda yazıram SLK bərabərdir, V vurulsun T'dir. Amma hansı V olduğuna diqqət edirəm. Cismi K'dan elə aparan hansı toplananda Y. Ona görə VY vurulsun T yazıram. O da bərabərdir, 3 vurulsun 6'dan 18 tapıram. Cavab A variantı. Bir cismi 30 metr saniyə sürətlə hərəkət edərkən ikinci cismin birinci cismin nəzərən sürəti modulunu hesablayın. V2 biri soruşur. Bu kök altında V1 kvadratı üstəgəl V2 kvadratına bərabər olmalıdır. Aydın məsələdir ki, çünki burada 90 dərəcə var. Bərabərdir. Yazıram V1'i 30 verib 30'un kvadratı. Üstəgəl V2'ni özüm tapmalıyam. Onu da V2 bərabərdir. AT düsturundan tapa bilirəm. Çünki sükunət vəziyyətinə hərəkət eləyir. V0 0'dır. A-sı 10'dur. T'si də 4. Buradan 40'dır. Deməli, gətirib 40'ın kvadratı yazıram. Buradan da 50 çıxır. Cavab C variantı. 14. Müşahidə alanından 2 saniyə sonra cisimləri yer dəyişmələri bərabər olar.
Yer dəyişmələrin bərabər olmasını istəyir. Deməli, S1 bərabərdir, S2 olmalıdır. İndi V1 üçün S-i yazanda, deməli, S-in düsturu nədir? S bərabərdir, V0T üstəgəl AT kvadratı bölünsün 2-dir. Bunu birinci üçün yazanda, V-nin də ümumi düsturu V0 üstəgəl AT şəklində idi. İndi V0-ın yerinə, baxım nə yazmalıyım burada? 8, A-nın yerində -2 durur. Deməli, S-in yerində gətirib bu qiymətləri yerinə yazmalıyam. Birinci üçün yazanda 8T çıxılsın T kvadratı 2/2-dən 1 alıram. Bərabərdir. İkinci üçün yazanda V0-ı 2 alıram. A-sını da müsbət 4 alıram. Buradan da 2T, A-nın da yerinə 4 qoyanda 4/2-dən 2T kvadratı yazıram. Və salam, T kvadratlarını bir tərəfə yığsam 3T kvadratı, 2T-ni də bu tərəfə keçirsəm 6T. Buradan T kvadratı ilə bu getdi. T bərabərdir 6/3-dən 2 saniyə. Cavab A variantı. 15. O nöqtəsi ətrafında fırladılan çubuğun üzərindəki AB nöqtələr üçün hansı fiziki əməliyyatların qiymətləri bərabərdir? Hətta bu şəkildə verir. Bu şəkli görəndə nə yadımıza düşür? Onu bilirik ki, bu cür şəkil görəndə bunlar eyni disk üstündə fırlanan nöqtələrdir. Əgər eyni disk üstündə fırlanan nöqtələrdirsə, deməli bunlar üçün T'lər, N'lər, nülər, yəni tezliklər, omeqalar bərabərdir. Bizdən də onlar soruşur elə. Deməli, periodla bucaq sürətini bərabər götürürük. 3 ilə 4 niyə olmur? Və xətti sürəti deyir, V bərabərdir omega R-dir. Tamam, omeqaları bərabərdir, amma R-ləri fərqlidir axı radiusları. Və bu şəkildə verib də biri A nöqtəsi burada, B nöqtəsi burada. B-nin radiusu bu qədərdir, A-nın radiusu bu qədərdir. R-lər fərqlənir deyə V-lər də fərqlənir, bərabər deyil. Mərkəzi qaçma təcili deyir, onu da omega kvadratı R-dən tapa bilərik. Omeqaları yenə eynidir, amma R-lər yenə fərqlənir deyə A-lar da fərqlənir. Ona görə cavabımız 1 və 2 olur. Cavab A variantı. 16. Nöqtələrə gəlir, onun sürətinin modulunu hesablayın. Sürəti soruşur bizdən. Sürət nədir? S bölünsün T-dir. Bizə T-ni verib, deməli S-i hardansa tapmalıyam. Onda hardan tapam? T-ni yenə 5 qoyum. S-i hardan tapa bilərəm? Bizə SX-lər, SY-lər verilib də. SX-i tapsam bərabərdir. 60 çıxılsın 20-dən 40 alaram. SY-i tapsam 40. SY tapsam bu 30'dur, bu 60'dır. Mənfi almağa bir önəmi yoxdur, onsuz bizdən modul istəyir deyə. Burada 30 yazıram. İndi yekun S-i tapsam kök altında 30'un kvadratı üstəgəl 40'ın kvadratı yazaram. Buradan 50 çıxar. Gətirib burada yerinə yazıram. 50 bölünsün 5-dən cavabı 10 alarıq. Cavab D variantı. 17. Kütləsi 40 kiloqram olan cismə təsir edən qüvvələrin əvəzləyicisinin fraksiyası zamanı asılı qrafiki verilib. T1 bərabər 5 saniyə ilə 15 saniyə arasında keçən müddətdə cismin sürətinin dəyişməsinin modulunu hesablayın. Sürətin dəyişməsi baxıram harda var? İmpulsda var. İmpulsun düsturunu yazsam M delta V şəklində. Bir də F var, F ilə T verilib deyə o ilə əlaqəli düsturunu yazıram. O da qüvvə impulsu demişdik də F delta T. İndi bax sollar bərabərdir, sağlarını bərabərləşdirirəm. M delta V bərabərdir F delta T-yə. Bizə deyir sürətin dəyişməsini tap. Buradan delta V-ni tapıram. F delta T bölünsün M bərabərdir. F-i verib 200. Qrafikdən tap. Vurulsun delta T nə qədərdir? Bax deyir ki 5 saniyə ilə 15 saniyə arasında. Yəni burada 10 saniyə keçir. Yerinə yazdım 10 bölünsün 40. Bu ilə bu getdi 4, bu da 50. Cavab Y variantı. On 8'i elə buradaca yazım. Bərabərdir. Newtonun yerinə öz açılışını yazıram. Kilogram vurulsun metr bölünsün saniyə kvadratı. Vurulsun saniyə, aşağıda da kilogram metrə olduğu kimi yazıram. Kilogram metrlər getdi. Bu saniyənin bu saniyənin biri getdi. Qaldı 1 bölünsün saniyə. Yəni saniyə üstü -1. Orada da deməli fırlanma tezliyinin vahididir. 1 bölünsün saniyə. Mərkəzi qaçma təcilinin vahidi təcili metr bölünsün saniyə kvadratıdır. Metr bölünsün saniyədir. Bucaq sürət vahidi radian bölünsün saniyədir. Dövmə bucağında vahidi radiandır. Ona görə digərləri olmur. 19.
9 bizə deyir, period 8 saniyədir. Periodun 8 saniyə olması nə deməkdir? Cisim A nöqtəsinə başlayıb hərəkət edib, bir də A nöqtəsinə çatana qədər 8 saniyə keçib. Mən də bunu 4 hissəyə bölsəm, 8 saniyədir ümumi. Yəni, bir dənəsinə 2 saniyə düşər. İndi bizə deyir 12 saniyədən sonra. Baxın görün 12 saniyədən sonra cisim harda olur? Deməli, 8 saniyədə gəldi A-ya çatdı. 8, 10, 12. 12-də də gəldi, bu nöqtədə oldu. Vəssalam, sürət toxuna istiqamətdə olur deyə V aşağıya, təcil həmişə mərkəzə doğru olur deyə A da sağa doğru olmalıdır. Cavab B variantı. 20. Tarazlıqdadır. F qüvvəsi təsir etməzsə yüklərin aldıqları təcili hesablayın. Deməli, F qüvvəsi təsir eləyən halda baxaq görək nə yaza bilirik. Bunu aşağıya M2J də artır. Yuxarıya da M2J də artır. Eyni gərilmədən burada da yuxarıya doğru M2J var. Aşağıya da M1J ilə F var. Deməli, M2J bərabərdir M1J üstəgəl F olmalıdır. M1-i bilmirəm. M1 vuru 10 M1 yazım. Üstəgəl F 30 bərabərdir 4 vur 10-dan 40. Buradan 10 M1 bərabərdir 10. M1 də bərabərdir 1 alırıq. F təsir eləməyən yüklərin aldığı təcildə A bərabərdir. Normal blokda bildiyimiz təcildir. M2 minus M1 bölünsün M2 üstəgəl M1 vurulsun 10. J yəni. Bərabərdir. M2 çıx M1. 4-dən 1-i çıx 3. 4-ün üstünə 1 gəl 5 vurulsun 10. 30-da 5-ə böləndə cavab 6. Cavab A variantı. 21. Hansı fiziki əməliyyatlar zamandan asılıdır? Bu şifahi bir sualdır. Dönmə bucağına getdiyi yol zamanından asılıdır. Başqa nə olsun? 22. Çevrə üzrə bərabər sürətli hərəkətdə çevrənin radiusu və xətti sürəti 2 dəfə artırılarsa, deməli, radiusu və xətti sürəti. Radiusu da 2 dəfə artırırlar, xətti sürəti də 2 dəfə artırırlar. Deməli, bucaq sürəti dəyişməz. Omega bərabərdir, V bölünsün R yazsam. Sürət də 2 dəfə artır, məxrəci də 2 dəfə artır. Deməli, bucaq sürəti dəyişməz, bu düzdür. Mərkəzi qaçma təcili 2 dəfə azalır. A bərabərdir, V kvadrat bölünsün R yazsam. Və bu da 2 dəfə artır, bu da 2 dəfə artır. Radius 2 dəfə artır deyə bu 2 dəfə azalar, tərs mütənasib asılıdır çünki. V 2 dəfə artır deyə burada kvadrat var, 4 dəfə artar. Və A-nı 4 dəfə artırıb 2 dəfə azaltsan, A-nı 4-ə vurub 2-yə bölmək kimi bir şeydir. Nəticədə 2 alarsan da düzdür. Yəni 2 dəfə artar. Azalmaz, artar. Bu səhvdir. Dövrətmə tezliyi 2 dəfə azalar. Dövrətmə tezliyinin də düsturunu yazsam V bərabərdir, nü bərabərdir, V bölünsün 2πr şəklində. V bərabərdir 2πr nü düsturundan çıxır bu. Yenə V də 2 dəfə artır, R də. Yəni sürət məxrəci 2 dəfə artır deyə nü dəyişməz. 2 dəfə artar, yox, dəyişməz. Cavab yalnız 1 olur. 23. Onda ip dəyərindən T gəlmə qüvvəsini hesablayın. Deməli, bu tip məsələdə T-nin hazır düsturu bu şəkildədir. T bərabərdir. Deməli, T bərabərdir. Aşağıda M1 ilə M2-nin cəmi olar. M1 üstəgəl M2. M2. Yuxarıda M1 vurulsun F əvəzləyici, bir də bunu buradakı F1-i üstünə gələrəm, üstəgəl F1 yazaram. Üstəgəl F1 bərabərdir. M1-i verib 10. F əvəzləyicini tapmalıyam. F əvəzləyici, burada görürəm ki, F2 ilə F1 əks istiqamətdə düzdür. Əks istiqamətdə olanda böyükdən kiçiyi çıxırdıq. F2 minus F1 yazıram. 95-dən də 25-i çıxanda cavabı 75 alıram. Deməli, F əvəzləyicinin yerinə 75 yazdım. Aşağıda M1 plus M2, 10 üstəgəl 15. Buradan da 25 aldım. Üstəgəl F1, o da 20. Bərabərdir. Bu ilə bu getdi 3. 30-un da üstünə 20 gələndə 50. Cavab 50. Açıq tiplidir, 50. 24. 6 saniyə ərzində yer dəyişməsi neçə metr olar? Bucaq sürət verilib, radius verilib. Çevrə üzrə hərəkətdə bizdən yol, yer dəyişmə, bu tip şeylər soruşursa, həmişə eləyəcəyiniz şey ilk periodu tapmaq olsun. Verilibsə də cisim hansı nöqtədən hansı nöqtəyə gəlib onu tapmaq olsun. İndi bizə omega verilib, sonra radius verilib, sonra bizə periodu tapmaq lazımdır. Bunları birləşdirən düstur hardadır?
omega bərabərdir 2 pi bölünsün t-də. Bizə t lazımdır deyə t-ni tapıram. 2 pi bölünsün omega bərabərdir 2 vur 3 6 bölünsün omega 0,5. 60-ı 5-ə bölərəm 12. Deməli, buradan bura 12 saniyə gəlir. Deməli, bir dənə 4də biri 3 saniyə gedir. Bax, 3, 3, 3, 3. Deməli, bir dənə 4də biri 3 saniyə gedir. Bizə deyir ki, 6 saniyə ərzindəki yer dəyişməsini tap. 6 saniyə ərzində bax, 3 saniyə, bir dənə də 3 saniyə. Deməli, cisim yarım çevrə üzrə hərəkət edib bura gələr. Yer dəyişməni soruşur. Yer dəyişmə də başlanğıcla sonu birləşdirən düz xətt parçasıdır. Deməli, bu hissədir. Buranın uzunluğunu soruşur. Bax, burada radiusdur, burada radiusdur. Yer dəyişmə, deməli, 2 radiusa bərabərdir. O da bərabərdir. 80 cm-də yaza bilərsiniz. 0,8 metrdə yaza bilərsiniz. Hər ikisi doğrudur. 25. Birincidə deyir ki, doğru olanları soruşur da bizdən. Hə, doğrudur. Birincidə deyir ki, 0 aralığında təcinin istiqaməti x istiqamətindədir. Bax, bu yeyinləşən hərəkətdə düzdür. Yeyinləşən hərəkətdir. Özdə x istiqamətindədir. Çünki s də yuxarıdır, qrafik də yuxarıdır. Deməli, V x istiqamətindədir. Yeyinləşən deyə, bəli, A da x istiqamətindədir. Bu düzdür. T0 2 T0 aralığında yeyinləşən hərəkət etmişdir. T0 2 T0. Yox, bax, burada başında dönmə var. Dönmə olanda da həmişə demişdik ki, bu nöqtəni sıfıra bərabər eləmək lazımdır. Sürətini. Yəni, yavaşlayan hərəkət, başında dönmə olan, qrafiki yavaşlayan səhvdir. T0 anda hərəkət istiqamətini dəyişmişdir. Bax, burada da yuxarıya qalxır, burada da yuxarıya qalxır da. S də yuxarıya doğrudur hər ikisində. Deməli, x istiqamətində hərəkətin istiqaməti dəyişməyib. 2 T0 anda sürət sıfıra bərabərdir. Bəli, bax, bayaq 2-ni izah eləyəndə dedim. Bu şəkildə bir qrafik görən kimi təpə nöqtəsində V bərabərdir 0 yaza bilirik rahatlıqla. Deməli, bu düzdür. 4 düzdür, 5, 2 T0, 3 T0 aralığında yavaşlayan hərəkət etmişdir. Yavaşlayan hərəkət eləməyib. Bax, bu parabolanın qoludur. Düzdür, bu parabolanın qoludur. Deməli, yeyinləşən hərəkətdir. Cavab 1 və 4. 26. Bax, bu şəkildə görən kimi, belə görən kimi, belə eləyirsiniz. Qayışlı ötürmədən baxın birinci. Qayışlı ötürmədə demişik sürətlər bərabərdir. Qayışlı ötürmə hansıları arasında var? V2 ilə V3 arasında, yəni ikinci disklə üçüncü disk arasında. Periodlar lazım deyə periodla əlaqəli düsturunu yazıram. 2 pi R2 bölünsün T2, 2 pi R3 bölünsün T3. 2 pi'lər getdi. R2 2R'dir. T2 yazdım yerinə. R3 R'dir. T3'ü də yazdım yerinə. R'lər getdi. Buradan alıram ki, T2 bərabərdir 2 T3'ə. Bir də, bax, bu ikinci disklə birinci disk eyni diskin üstündə fırlanan nöqtələrdə düzdür, eyni mərkəzli çevrələrdir. Onda onların periodları bərabər olmalıdır. Yəni, T1 bərabərdir T2 yaza bilərəm. 1-lə 2-nin periodu bərabərdir deyə. Bizdən də 1-in 3-ə nisbətini soruşurdu. Bax, buradan görürəm ki, T1 2 T3'ə bərabərdir. T1'in yerinə 2 T3 yazanda T3'ə nisbəti bərabərdir 2 alırım. Cavab 2. 27. X oxu boyunca hərəkət edən cismi təsir edən qüvvənin əvəzləyicisi. Deməli, sürət istiqamətindədir. Qüvvələrin əvəzləyicisi deyir. Buna elə təcil kimi baxa bilərik. Çünki onlar bir-birinin quyruğudur. Deməli, qüvvələrin əvəzləyicisi sürət istiqamətindədirsə, birdə deyir sürət istiqamətindədir. Deməli, bu yeyinləşən hərəkətdir. Baxıram, yeyinləşən hərəkət harada var? A-da var. Bir də Y-də var. Parabolun qolu olduğuna görə. Sürətin əksi istiqamətindədirsə, bu yavaşlayan hərəkət olmalıdır. C-də var. Sıfıra bərabərdir. A sıfıra bərabərdirsə, eyni şəkildə qüvvədə sıfıra bərabərdirsə, bu ya sükuniyyətə anına uyğundur, ya düz xəttə bərabər sürətli hərəkətə. O da, baxıram, B ilə B və D variantlarında var. Düz xəttə bərabər sürətli hərəkət. Cavab A, Y, C, B, D şəklində olur. 28. Cisim sükuniyyət anına sabit qüvvənin təsiri ilə hərəkətə başlayır. Cismin hər saniyədə getdiyi yollar nə üçün təkəddülərin nisbəti şəklində olur? Hər saniyədə getdiyi yolların nisbəti nə üçün təkəddülərin nisbəti şəklində? Hə, bu n-ci saniyədə gedilən yolun düsturuna görədir. Bax, n-ci saniyədə gedilən yol Sn bərabərdir. A bölünsün 2 vurulsun 2n-1 şəklindədir. İndi bax, t-nin yerinə 1 qoy. S üçün alırsan A böl 2. T'nin yerinə 2 qoy. S üçün alırsan 4-dən 1 çıxanda 3A bölünsün 2.
T'nin yerinə 3 qoy. S3-ün alırsan, S1, S2, S3 yazaq buna da. S3 üçün alırsan 5A bölünsün 2. Bax görürsən 1, 3, 5 o şəkildə nisbətlərlə gedir. Ona görə bax burada sübut olunur ki, niyə təkədlərin nisbət şəklində yollar gedir? Belə. 29. Düz xətt hərəkət edən cismin koordinatı zamanası qrafiki verilib. Qrafik hissələrin uyğun hərəkətin xarakterini yazın və əvəzləyici uygulanan qrafik zamanası qrafikini çəkin. 0T1 aralığında bura yəqin ki, nə cür hərəkət edir, onu yazmalıyıq. Hadi, xarakterini yazın. 0T1-də x oxu istiqamətdə yeyinləşən hərəkət edir. İkincidə x-in t-dən asılığı düz xətdirsə, bu o deməkdir ki, bərabər sürətlidir, sürətli. T2, T3 hissəsində baxıram, başında dönməsi var, deməli, yavaşlayan hərəkət edir. Özü də x oxu istiqamətdə yavaşlayan hərəkət edir. Deməli, birinci hissədə x oxu istiqamətdə yeyinləşən hərəkət edir. Deməli, A-sı müsbətdir, x oxu istiqamətdədirsə V-si müsbətdir, yeyinləşənsə deməli A-sı da müsbətdir. İkincidə bərabər sürətlidə demişik, F0 olur. X oxu istiqamətdə yavaşlayandır. X oxu istiqamətdədirsə V0 böyük sıfırdır və X böyük sıfırdır. Yavaşlayan olmasa o deməkdir ki, AX kiçik sıfırdır. Bizə də deyir, F-in t-dən asılığını çək. F-in t-dən asılığı ilə A-nın t-dən asılığı ilə eyni bir şeydir. Ona görə üçüncü hissədə mənfi olar. Yəni, bu şəkildə olar. Belə. 30. Saatın saniyə və dəqiqə əqrəblərinə nisbət verilib. Saniyə əqrəbinin uzunluğu verilib, dəqiqə əqrəbinin uzunluğunu hesablayın. Bu şəkildə olanda həmişə periodla əlaqələndirin. A-nın periodla əlaqəli düsturunu yazsaq, A bərabərdir 4pi kvadratı R bölünsün T kvadratı yazarıq. İndi A saniyənin A dəqiqəyə nisbəti verilib deyə elə olduğu kimi yazdım. Bərabərdir 4 pi kvadratı hər ikisi üçün eynidir. Deməli, R saniyənin T saniyə kvadratına nisbəti A dəqiqə R dəqiqə ilə mütənasibdir. T dəqiqənin kvadratı ilə tərs mütənasibdir deyə o qalxdı göyə. Bərabərdir. R saniyə əqrəbinin uzun, bunu bizə verib 4500. 4500. İndi R saniyəni verib 15 santimetrdir. R saniyənin yerinə 15 yazın. Bu tərəfdən yazıram. 15 vurulsun T dəqiqənin kvadratı. Onun yerinə 60'dır. Kvadratı 3600 yazaram. Bölünsün T saniyə. T saniyədə dəqiqəni ifadə edeyim yenə. 1 kvadratı da 1 olsun, 1 eləyir. Vurulsun R dəqiqəni bilmirəm. Elə R dəqiqəni soruşur məndən. Bərabərdə 4500 yazdım. Buradan bu 2 sıfırlar getsə 9'a böldüm 5, 9'a böldüm 4. Bu ilə də bu getdi 3. Və buradan R dəqiqə bərabərdir 12 ala bilirəm. Cavablar bu şəkildə. İzlədiyiniz üçün təşəkkürlər. Sizə bol şans və uğurlar arzulayıram.